Xoş gördük hər birinizi. Bugün Dövlət İmtahan Mərkəzinin test toplusunun növbəti mövzusunun izahına baxırıq. Mövzumuz müstəqilliyin bərpa olunması, 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində Azərbaycanın daxili və xarici siyasəti. İmtahana qədər çox güman ki, Qarabağ müharibəsini də sizinlə paylaşaram, amma mədəniyyət mövzusuna söz vermirəm, çünki imtahanlar yaxınlaşanda bizdə də vəziyyət çox gərgin olur. İş çox olur deyə vaxt olmur. Amma Qarabağ mövzusunu mütləq ki paylaşacağam ya sabah ya da biri gün. Başlayaq ilk sualımızdan. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra. Cümhuriyyət süqut edib 1920-ci ildə, 71 də gəlirik üzərinə, olacaq 1991. Müstəqilliyin bərpası olacaq çox güman ki. Azərbaycan Respublikasında ölüm cəzası bu 98-dir. Birləşmiş Millətlər Təşkilatına üzv olmuşuq 92-də. Azərbaycan Respublikasının dövlət himninin təsdiq olunması. Himn 92-dədir, İsa Qəmbərin dövründə. Azərbaycan Respublikasının dövlət gerbi, gerb 93 Elçi bəyin dövrüdür. Deməli, bayraq Ayazdadır, himn olacaq İsa Qəmbərdə, bayraq isə Elçi bəyin dövrüdür. SSR-nin varlığına son qoyulması ilə bu da 1991-ci ildə Y variantı. Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlər. Müstəqilliyi tanıyan dövlətlərin içində Türkiyə var, İran var, Rumıniya var, İsveçrə var. Polşa, Çexiya, Çin yox, Rusiya, Ukrayna, Belarus deyil, Ermənistan, Gürcüstan, Moldova yox, Türkiyə, Rumıniya, Pakistan da elə D variantıdır. Azərbaycan Respublikasının daxil olduğu ilk beynəlxalq qurum İslam Konfransı Təşkilatı 91-ci ildə. MDB deyil, 93-dür, BMT 92, ATƏT 92, Avropa Şurası 2001, D variantı 91. ATƏM-in Minsk qrupunun yaradılmasının məqsədi. ATƏM-in Minsk qrupu 92-ci ildə yaranıb, həmsədrlər təsisatı 94-cü ildə. MDB ölkələrin iqtisadi əlaqələrinin uzlaşdırılması yox, əlaqəsi yoxdur. ATƏM-in Minsk qrupunun yaranmasının məqsədi Ermənistan-Azərbaycan münaqişəsidir. Avropada adi silahların ixtisarı yox. Neft müqaviləsi deyil. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması. Bloklara qoşulmamaq hərəkatına başçılıq edilməsi yox. 20-ci əsrin 80-ci illərindən başlamış Ermənistan-Azərbaycan münaqişəsində ermənilərin əsas məqsədi. 20-ci əsrin 80-ci illərində başlanmış Erməni-Azərbaycan münaqişəsində ermənilərin məqsədi nədir? Xankəndində yaşayan ermənilərə mədəni muxtariyyət söhbəti deyil. Azərbaycanda yaşayan ermənilərə xüsusi statusun verilməsi də deyil. Dağlıq Qarabağ Muxtar Vilayətinin siyasi hüquqlarının genişləndirilməsi deyil burada məsələ. İqtisadi tələb də yoxdur. Azərbaycana qarşı yenidən ərazi iddiasıdır, növbəti ərazi iddiası. Münaqişə başlamış münaqişənin erməni əsas məqsədi nə olub? Bəli, ərazi iddiası. Y variantı. 93-cü ilin iyununda Azərbaycan Respublikası ATƏM-ə üzv olub 92-dir. Azərbaycan Ali Soveti İstiqlal Bəyannaməsini qəbul edib 91-in 30 avqustunda. Azərbaycan Respublikası MDB-yə daxil olub 93-ün sentyabrındadır və Heydər Əliyevin prezidentlik dövrünə düşmür. Bunu da yadda saxlayın. Azərbaycan Respublikasının prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olunmuşdu. Bəli, iyun 15-i. Bu da 97-ci ildən bizim tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Əsri müqaviləsi bağlanıb, bu 94-dür. Doğru cavab 6-da olacaq D variantı. 92 mart bu konkret olacaq BMT-yə üzvlüyümüz. Dövlətin adı dəyişdirilib Azərbaycan Respublikası adlandırıldı 91 fevralıdır. Azərbaycan Respublikasının Konstitusiyası 95 noyabr. Heydər Əliyev ilk dəfə prezident seçilir 93 oktyabrında. Əsri müqaviləsi 94-cü sentyabrında. BMT-yə üzv olmuşuq. Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycanın milli qəhrəmanı adını almışdı. Yusif Sadıqov 2-ci Dünya müharibəsi də Əhmədiyyə Cəbrayılov da, İsrafil Məmmədov da, Gəray Əsədov da, Tofiq Hüseynovdur. D variantı. Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycanın milli qəhrəmanı Qafur Məmmədov 2-ci Dünya, Həzi Aslanov da, Mehdi Hüseynzadə də, Fərrux Ağa Qayıbov bizim ilk hərbi təyyarəçimiz, 1-ci Dünya müharibəsi. Əlif Hacıyevdir. Əlif Hacıyev Xocalı aeroportunun komendantı. 9 olacaq B variantı. 10.
Azərbaycan Respublikasının 1991-ci və 92-ci illərdə müvafiq olaraq üzv olduğu beynəlxalq təşkilatlar. Beynəlxalq təşkilatlar ATƏT olacaq 92-də, Avropa Şurası 2001-də, İslam Konfransı 91, ATƏM 92. Bunu götürə bilərəm. GUAM 97, ATƏT 92, İslam olacaq 91, NATO-ya ümumiyyətlə üzv olmamışıq. Üzv olduğumuz təşkilat istəyir. Doğru cavab 10-da C variantı. 11. Azərbaycan Respublikasının 92-də üzv olduğu təşkilatlar. İslam Konfransı Təşkilatı 91-dir. İslam 91-dir. ATƏT Avropa Şurası. Avropa Şurası 2001-dir. Avropa Şurası 2001. GUAM 97. BMT 92-dir. ATƏM-də olacaq 92 variantı. Azərbaycan Respublikasının 2003-cü il tarixinə aiddir. Azərbaycan Respublikasının NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşulması. Tərəfdaşlığımız 94-dür. İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi bu olacaq 2003-cü ilin oktyabrında. 12B. GUAM 97, Konstitusiya Məhkəməsi 98, Avropa Şurasına daxil oluruq 2001-ci ildə. Azərbaycan Respublikasının 93-98-ci il tarixi prezident seçkilərinin keçirilməsi bəli ilə A variantıdır. Bələdiyyə seçkiləri 99-dur. 99-dan başlayır. Parlament seçkilərinin keçirilməsi 95-2000 oldu. Aqrar islahat 96. Pul islahatının keçirilməsi bu dövrdə də pul islahatı yoxdur. 14. Azərbaycanın 78-95-ci illər tarixi. Yeni inzibati ərazi orqanlarının yaranması yox. Pul islahatının keçirilməsi bu illərdə pul islahatı yoxdur. Konstitusiya düzəlişlərin edilməsinə dair referendum keçirilməsi. Düzəlişin olunması yox. Düzəliş 2002, 2009, 2016. Dövlət torpaqlarının kəndlərə verilməsinə dair aqrar islahatının keçirilməsi. Aqrar islahat 1996-dadır. Yeni konstitusiya, bəli, hər iki konstitusiya da Heydər Əliyevin dövrünə düşür. Yəni Heydər Əliyevin birinci rəhbərliyinə 69-82-ci illər, ikinci rəhbərliyi dövrünə düşür. Bəli, Y variantı. 15. Azərbaycan Respublikasının 98-2000-ci il tarixi oxşar cəhət. Bələdiyyə seçkiləri 99-da başlayır. Prezident seçkilərinin keçirilməsi B variantı. Yeni konstitusiya 95-də qəbul olunur. Konstitusiya düzəlişlərə dair referendum bu 2002 olacaq. Pul islahatının keçirilməsi bu illərdə pul islahatı yoxdur. Doğru cavab 15-də olacaq. B variantı. Prezident seçkilərinin keçirilməsi. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının tarixinə aid ümumi cəhət. Konstitusiyanın qəbul olunması. AXC-də konstitusiya yoxdur. Müəssisələr məclisə çağırılmır ümumiyyətlə. Müstəqilliyini bir sıra xarici dövlətlər tərəfindən tanınması ikisinin də ortaq cəhətidir. Respublika prezidenti vəzifəsinin təsis olunması. Prezident vəzifəsi olacaq Azərbaycan Respublikasında. AXC-də yoxdur. Bələdiyyə seçkilərinin keçirilməsi müasir Azərbaycan Respublikasındadır. AXC-də yoxdur. Azərbaycan Respublikasında 1997-ci il, 2001-ci il tarixlərində baş vermiş oxşar hadisə. Prezident seçkiləri 97-2001-də yoxdur. Beynəlxalq təşkilatlara üzv 97-ci ildə GUAM olacaq, 2001-də Avropa Şurası B olar. Bələdiyyə seçkiləri 99-da başlayacaq, konstitusiya referendum yolu əlavə dəyişikliklər 2002-də olacaq, parlament seçkilərinin keçirilməsi 95-2000. Doğru cavab olacaq 17-də bizim B variantı. 18. 92-ci il ermənilər tərəfindən işğal olunmuş ərazilər Qubadlı, Füzuli, Zəngilan 93-dür. Xocalı, Laçın, Şuşa B variantı. Cəbrayıl, Ağdam, Kəlbəcər 93-dür. Laçın 92-dir. Qubadlı, Ağdam 93. Ağdam, Füzuli, Kəlbəcər 93. 94-ün sentyabrı ilə əsrin müqaviləsi imzalanacaq. A variantı. İpək yolunun bərpası haqqında müqavilə 98-in sentyabrı. GUAM-ın yaranması 97. Atəşkəs haqqında Bişkek protokolu 94-ün sentyabrında. Azərbaycan Respublikasının BMT-yə daxil olması. Bişkek protokolu 94-ün mayında deyə, sentyabrında yox. 94-ün mayında. Azərbaycan Respublikasının BMT-yə daxil olması barədə saziş. Bu BMT-yə daxil olmuşuq 92-ci ildə. 19 olacaq A variantı. 20. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlət Türkiyə olacaq. A variantı 91-in noyabrında. Azərbaycan Respublikasında 2003-cü ilin oktyabrında 2003-ün oktyabrında prezident seçkiləri keçirilib. Torpaq islahatı 96-dır. Konstitusiya düzəlişlərinə dair referendum 2002-ci ildə də Heydər Əliyevin dövründə. İlham Əliyev prezident seçilir ilk dəfə, bəli. Azərbaycan Respublikası BMT-yə qəbul olunur 92-də, Konstitusiya Məhkəməsi 98. 93-cü ilin avqustunda Füzuli rayonu erməni quldurları tərəfindən işğal olunacaq. Elə budur cavab.
Əsrin müqaviləsi 94 sentyabr, Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv olunması 91 noyabrı, Xocalı faciəsi 92 fevral, ATƏM Minsk qrupunun yaranması 92. 95 noyabrın 12-sində konstitusiyamız qəbul olunub. Vilayətin statusu 91 noyabrında konstitusiya qəbul olunub, bəli. Xocalı soyqırımı 92-dədir. Milli Müdafiə Şurası. Bəli, bunları yadda saxlayın ki, Milli Müdafiə Şurası 90-cı ilin yanvarında yaranıb. Müdafiə Nazirliyi 91-in sentyabrında yaranacaq. Daha sonra müdafiə haqqında qanun var 93-cü noyabrında. Bir də Müdafiə Sənayesi Nazirliyi, bu da 2005-ci ildədir. Nə oldu cavabımız bizim? Deməli götürdük burada. Konstitusiyanı B-dir cavab. Milli Müdafiə Şurasını çıxdım. 90-ın yanvarıdır. Naxçıvan Muxtar Respublikasında Ali Sovet Ali Məclis adlandırılmışdı. Bu da olacaq bizdə Ali Sovetin Ali Məclis adlandırılması 90-ın noyabrında. 93 3 oktyabr Azərbaycan BMT üzv olub. 92 martda Azərbaycan Respublikası MDB-yə daxil olub. MDB-yə daxil olmağımız 93-dədir. Azərbaycan Respublikası Avropa Şurasına üzv olub 2001-də. Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib 93-cü oktyabrında, bəli. Azərbaycan Respublikası ATƏM-ə üzv olub 92-nin iyul ayındadır. Bu da düşür Elçi bəyin dövrünə. 24 olacaq bizdə D variantı. 25 Heydər Əliyevin birinci prezidentlik dövrünə aid, yəni 2003, üzr istəyirəm, 93-98. Ombudsman təsisatının yaranması bu 2001-dir. Gəncənin tarixi adının bərpası bu 1989-dur. Azərbaycan Respublikasının dövlət himninin qəbul olunması bu İsa Qəmbərə aiddir, 92-dir. Yeni Azərbaycan Partiyası 92-nin noyabrındadır. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu 95-ci ildə, bu da birinci prezidentlik dövrünə düşür. Azərbaycan Respublikasında 93-2003-cü illərdə baş verən ortaq hadisə. Prezident seçkilərinin keçirilməsi olacaq, elə doğru cavabımız A variantı. Milli Məclis 95-2000-dədir. Seçkilər bələdiyyə 99-da başlayır. Yeni beynəlxalq neft kəmərlərinin çəkilməsi, bu dövrlərdə neft kəmərləri çəkilməyib. Konstitusiyada düzəlişlərə və əlavələrə dair referendum keçirilməsi bu dövrlərdə referendumda yoxdur. Doğru cavab A variantı. Azərbaycanda 1918 9 noyabrda, 91 5 fevralda AXC bayrağı qəbul olunub, bir də Azərbaycan Respublikası. Mətbuat üzrə senzuranın götürülməsi haqqında fərman bu AXC-də 1918-dədir. Müasir Azərbaycan 98-də. Azərbaycan dilinin rəsmən dövlət dili elan olunması yox. O iyundadır. Azərbaycan vətəndaşlığı haqqında qanunun verilməsi AXC-də 19-dadır. Üçrəngli dövlət bayrağıdır, bəli, D variantı. Milli valyutanın dövrəyə buraxılması. Milli valyuta bizdə müasir dövrdə, yəni 92-ci ildə. 92-ci ildə dövrəyə buraxılıb Elçi bəyin dövründə. Ona görə də yeni də çıxacağım. Burada bir cavabımız qalacaq 27 D variantı. 28 98-ci il üçün səciyyəvidir. Ölüm hökmünün ləğv olunması 98-dir. Bələdiyyə seçkiləri olacaq. Bələdiyyə seçkiləri 99, ilk demokratik parlament seçkiləri 95, Respublikanın Avropa Şurasına üzv olması 2001, Ceyhan Kəməri sazişi 99. Azərbaycan 90-cı il tarixi üçün səciyyəvidir. Əsrin müqaviləsi 94. ATƏM-ə üzv olmuşuq 92 iyul Elçi bəyin dövründə. MDB üzv olmuşuq 93-cü ilin sentyabrında. Heydər Əliyevin prezidentlik dövrünə düşmür. Heydər Əliyev prezident olacaq 93 oktyabrında. Prezident vəzifəsinin təsis olması bəli 90-ın olacaq mayında. Gəncə şəhərinin tarixi adının bərpası 89-dur. 1989. Doğru cavab 29-da oldu D variantı. Bakı Tbilisi Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalandığı ölkə Türkiyədir. 1. 92-ci ilin fevralında Şuşa ermənilər tərəfindən işğal olunub 92 mayında. Ermənilər Ağdamı işğal edib 93-də. Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunub 91-də. Ermənilər Kəlbəcəri işğal edib 93-də. Ermənilər Xocalı soyqırımı törədib. Bəli, E variantı. 92 mayında ermənilər Kəlbəcəri 93-də işğal edib, ermənilər Şuşanı işğal edib. Bəli, B-ni götürəcəm. Cəbrayıl rayonu 93. Ermənilər Xocalı soyqırımını törədiblər 92, amma fevralda.
MDB 93-də qəbul olmuşuq. 32 oldu B variantı. 33. Tofiq Hüseynova ölümündən sonra Azərbaycan milli qəhrəmanı adı verilməsinin səbəbi Xocalı döyüşlərdə göstərdiyi igidlikdir o. Laçın uğrunda deyil, Şuşa deyil, Xocalıda, bəli, C variantı. Daşaltı deyil, Ağdərə əməliyyatı deyil. Əlif Hacıyev də həmçinin Xocalı uğrunda gedən döyüşlərdə. Goranboyu çıxıram, Ağdərəni çıxıram, C variantı. Asan suallardır bunlar. Azərbaycanda 1-ci respublikadan fərqli olaraq 3-cü respublika. Kəndlərdə kollektivləşmə həyata keçirildi. Bu ikincidədir. 2-ci respublika. Parlament fəaliyyət göstərirdi. İkisində də parlament fəaliyyət göstərir. 1-də də, 3-də də. Milli pul vahidi tədavülə buraxıldı. İkisində də milli pul vahidi var. Osmanlı dövləti diplomatik əlaqələr saxlayacaq. 1-ci respublika. Çünki 3-cü respublikada Türkiyə Respublikasıdır. Konstitusiya qəbul olundu. Bəli, bu fərqdir. Çünki AXC dövründə konstitusiya yoxdur. 35Y. 36. 99-cu ilin noyabrında Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql olunmasına dair saziş var noyabrda. Dədə Qorqud dastanının 1300 illik yubileyi olacaq. Kimində? BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi 2011-də. TDK yarandı 92 Elçi bəyin dövründə. Heydər Əliyev ikinci dəfə prezident seçildi 98-də. Naxçıvan Muxtar Respublikasının adından Sovet Sosialist sözü götürüldü 90-ın noyabrında. 37-dən çıxıram. Heydər Əliyevin Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı olduğu dövrdə. Bəli, sentyabrda deputat olacaq, noyabrda söz götürüləcək. Sovet Sosialist sözü götürüləcək. B-ni götürə bilərəm. B-ni götürə bilərəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında aktdan sonra deyil, SSR-nin süqutu deyil, konstitusiya əsasında deyil. Doğru cavab B. 18, 20, 91-ci illərdə baş verən hadisələr. Azərbaycan SSR-nin 1-ci konstitusiyası 18-də deyil, 21-dədir. 2-ci konstitusiyası 37-dədir. 3-cü 78-də. Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Azərbaycan SSR 20-də yaranıb. 91-də Azərbaycan Respublikası. Bəli, 3 olacaq. 38 daha doğrusu B variantı. Hərbi kommunizm 20-dir. Bunu çıxıram. Xalq Komissarlar Soveti yaranacaq 18-də. Cənubi Qafqaz Komissarlığı da 18-də yaranır. Bunda çıxıram. Azərbaycan SSR-nin deməli, Bakı Xalq Komissarlar Soveti 18-dir. Cənubi Qafqaz Komissarlığının yaranması, komissarlıq yaranacaq. Xüsusi Cənubi Qafqaz Komitəsi gedəcək 17-nin oktyabrında, komissarlıq da noyabrda yaranacaq, 17-də yaranıb yox. Azərbaycan SSR-nin ZSFSR-nin tərkibinə daxil olması 22-dir. Yeni çıxıram, doğru cavab olacaq 38-də B variantı. 39, 19, 46, 97. Parlament 18-də fəaliyyətə başlayıb, ona görə biri çıxıram. Neft Komitəsi 19-da, Milli Şura, Neft Fondu, yox. Azərbaycan Xəzər Donanması 19-da yaranıb mı? Bəli. Təbriz Universiteti 46-da yaranıb, bəli. Güamda 97-dir. Cənubi Qafqaz Komissarlığına, Cənubi Qafqaz Komissarlığı olacaq 17-nin noyabrı. Bunda çıxıram. Azərbaycan SSR-yə ATM, Müstəqil Dövlət Birliyinin daxil olması, yox, heç bir ili düz gəlmir. Azərbaycan ZSFSR-nin tərkibinə 22-də, ZSFSR də ləğv olandan sonra birbaşa qatılacaq SSR-nin tərkibinə 36-da qalib gəlmiş sosializm konstitusiyasında. ZSFSR-in ləğv olunmasından sonra. 39 C variantı. 40. Azərbaycanın 20-ci əsrin 90-cı illərin əvvəlləri tarixi. Bakının Azərbaycanın tərkibindən çıxarılıb birbaşa Moskvaya tabe etmək planı pozulacaq. Bu 50-ci illərdədir. İmam Mustafayevin dövrüdür. Milli Qurtuluş Gününün təsis olunması. Milli Qurtuluş Günü 97-də təsis olundu. Buna görə mən bunu da çıxacağam. Bizə lazımdır 90-ın əvvəlləri. NATO-ya daxil olmamışıq biz, əməkdaşıq sadəcə. Yeni konstitusiyanın qəbul olması 95-də ortalarıdır. Dövlət müstəqilliyinin 91-də bərpa olması, bəli, 40 olacaq Y variantı. 41. Azərbaycan SSR-nin 20-ci əsrin 80-ci illərinin sonları tarixi. Yeni qrafikal əlifbəyə keçməmişik, yeni konstitusiya yoxdur bu dövrdə. Qərbi Azərbaycandan Azərbaycanlıların kütləvi şəkildə deportasiyası, ikinci deportasiya başlayır, bəli.
41 olacaq C variantı. Sovet rəhbərliyinin göstərişi ilə xaricdə yaşayan ermənilərin Qərbi Azərbaycana köçürülməsi bu 40-cı illərdir. Bakı Qrozno neft kəmərinin çəkilməsi bu 83-dür. Əvvəlidir, sonu deyil. Azərbaycan Respublikasının 99-cu il tarixinə aiddir. Respublikanın Avropa Şurasına daxil olması 2001-dir. Əsrin müqaviləsi 94. Ceyhanın sazişi olar. Konstitusiya Məhkəməsi 98, Böyük Pey Yolun Konfransı 98. 42 C variantı. 43. Azərbaycanın 20-ci əsrin 90-cı illərin əvvəlləri Gürcüstan istiqamətində Bakı Subsa Qərb neft kəmərinin istifadəyə verilməsi. Qərb neft kəməri olacaq 99-da. Əvvəli deyil, sonudur. Yadda saxlayın. Qərb neft kəməri. Bir də deyir Şimal neft kəməri. Şimal neft kəməri Novrosiyskdə 97-ci ildə. Sosializm sisteminin süqutu və dövlət müstəqilliyinin bərpası 91. Əsr müqaviləsi 94. İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsi 2003. Dövlət neft fondunun təsis olunması 99. 43 olacaq bizdə B variantı. İlham Əliyevin birinci prezidentlik dövrünə aiddir. 2003-2008. Qrozno Bakı neft kəməri istifadəyə verilib 83-də. Böyük Pey Yolu Beynəlxalq Konfrans 98-də. Heydər Əliyevin birinci prezidentlik dövrünə düşür Pey Yolu Konfransı. İkinciyə düşmür. Respublikada ölüm cəzasının ləğv olunması 98. Bakı-Tbilisi-Qars dəmir yolu 2017. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi 2007-dir. Bəli, bu İlham Əliyevin birinci prezidentlik dövrünə düşür. Bir də Ərzurumla bağlı vacib bir qeydi sizə deyim ki, Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan qazı böyük həcmdə dünya bazarına çıxarılır ilk dəfə. 45. Uyğunluq gözlənilmişdi. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuşdu 93-cü ildə. Elə bu doğru cavabdır. Azərbaycan Respublikasının dövlət himni qəbul olunub 92-də. İsa Qəmbərin dövründə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında bəyannamə qəbul olunmuşdu. Heydər Əliyev birinci prezident dövründə, yox 91-də avqust ayında qəbul olunub bu. SSR öz hərbi əmlakını bölüşdürdü Daşkənd müqaviləsində. Daşkənd müqaviləsində axı SSR yoxdur ki, əmlakı bölüşdürə. Keçmiş SSR-nin əmlakı bölünür. Azərbaycan Respublikasının ABŞ-nin dövlət səviyyəsində yardımı qadağan olundu. Ölkəmiz MDB-yə qəbul olunduğuna görə yox. Erməni lobbisinin təzyiqi nəticəsindədir bu. Y variantı yanlışdır. 45 olacaq A. 46. 93-cü ildə Cəbrayıl və Qubadlı rayonları erməni quldurları tərəfindən işğal olunub. Bəli. A variantı. Şuşa rayonu işğal olunacaq 92, Güam 97, Sosial Müdafiə Fondu 94, Xocalı faciəsi 92. 93-cü ildə Azərbaycan Respublikası İslam Konfransı təşkilatına üzv olub. 91-dir bu. Dövlət himni 92, Xocalı faciəsi 92, Qubadlı Zəngilan 93, Azərbaycan Respublikasında ilk demokratik parlament seçkiləri keçiriləcək 95-də. 47 olacaq bizdə D variantı. 48. 93-cü ildə Azərbaycan Respublikasının konstitusiyası qəbul olunub 95-də. MDB-yə daxil olmuşuq, bəli, B-ni götürəcəm. Müdafiə Nazirliyi 91-in sentyabrında yaranıb. Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 99, NATO-nun sülhnaməyə tərəfdaşlıq proqramında biz varıq 94-cü ildə. 48 olacaq bizdə B variantı. 49. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərinin ortaları. Konstitusiya Məhkəməsi sonlarıdır 98. Bələdiyyə seçkiləri 99 sonlarıdır. Dövlət himninin qəbul olunması 92 əvvəldir. Aqrar islahat 96 ortalarıdır. Dövlət bayrağının təsdiq olunması 91 əvvəlidir. 49 D variantı. 50. Azərbaycan Respublikasının 21-ci əsr tarixinə aid deyil. Torpaq islahatı haqqında qanun 96-dır, elə bu aid deyil. Konstitusiya ilk dəfə düzəliş 2002-ci ildədir. Ərzurum qaz kəməri haqqında sazişin imzalanması 2001-ci ildədir. Xocalıya ədalət kampaniyasının həyata keçirilməsi 2008-dəndir. İlham Əliyevin ilk dəfə prezident seçilməsi 2003-dür. Azərbaycan Respublikasının 21-ci əsr tarixinə aid deyil. 21-ci əsrin müqaviləsi adlanan sənəd 2013-dür, aiddir. İlk bələdiyyə seçkiləri aid deyil, 1999-dur. Qars 2017, Mübariz İbrahimovun Azərbaycan Milli Qəhrəmanı adına layiq görülməsi 2010, İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsi 2003. Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Birinci rəhbərlik deyəndə, birinci rəhbərlik olacaq 1969-1982.
ikinci rəhbərlik desə, ikinci rəhbərlik birinci prezidentlikdir. 1993-1998, üçüncü rəhbərlik isə 1998-2003. Azərbaycanın Avropa Şurasına üzv olması birinci prezidentlik dövründə deyil, 2-dədir. Manatın tədavülə buraxılması, manat tədavülə buraxılır. Elçi bəyin dövründə manat yeganə ödəniş vasitəsi olur. Heydər Əliyevin dövründə. Azərbaycan Respublikasının konstitusiyasında dəyişiklik edilməsinə dair referendum 2002-2-ciyə düşür. Azərbaycan Respublikasının konstitusiyasının qəbul olunması olacaq bu. Bəli, bu doğrudur. 1995-ci ildə. BMT üzv olunmuş 92-də. Azərbaycanda sosialist cəmiyyətin süqutunu sürətləndirən məsələ. Daşkənd müqaviləsinin imzalanması. Daşkənd müqaviləsi 92-də, 91-ci il süquta uğramışdı artıq. Xocalı faciəsində süquta uğramışdı. Azadlıq müdafiə haqqında aktda 92-ci ildir, burada da süquta uğramışdı. Azərbaycan Respublikasının BMT daxil olmasında da yenidən qurma aşkarlığın yaratdığı imkanlar Qarbaçovun dövründə C variantı. 20-ci əsrin 80-ci illərin ikinci yarısında Azərbaycan SSR-də demokratik hərəkatın inkişafına təkan verdi. Hərəkata təkan verəcək nə? Pəhləvi rejimin son qoyulması əlaqəsi yoxdur. Azadlıq müdafiə haqqında 907 saylı düzəliş 92-dir. Yenidən qurma aşkarlığı, yenə Qarbaçovun dövrünün islahatları. Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması 91-dir, bu heç. SSR-nin süqutu 91-dir. Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Birinci prezidentlik deyirsə 1993-1998-i götürürük. Ağdərə əməliyyatı olacaq Elçibəydə. Əsrin müqaviləsinin imzalanmasını götürə bilərəm birinci prezidentliyə 94-cü ildə. MDB-yə daxil olmağımız Heydər Əliyevin prezidentlik dövrünə düşmür ümumiyyətlə. Bunda çıxıram. BMT-yə daxil olmağımız da düşmür 92-dir. Avropa Şurası 2-ciyə düşür 2001-dir. Heydər Əliyevin ikinci prezidentlik dövrünə aiddir. 2-cidə başlayır 1998-dən 2003-ə qədər. BMT üzvlüyə qəbul olmuşuq 92. Konstitusiya əlavə düzəlişlərin olmasını götürə bilərəm 2002-dir. 56B variantı. Azərbaycan Respublikası MDB-nin daxil olması 93-ün sentyabrı, Türksoy 93-ün iyulunda yaranıb. Heydər Əliyev yox idi hakimiyyətdə. Əsri müqaviləsinin bağlanması, əsri müqaviləsi 94-dür. Bizə ikinci prezidentlik lazımdır. Türksoy yarandı 93-ün iyulunda. Heydər Əliyev də prezident seçiləcək 93-ün oktyabrında. 56B variantı. 57. Heydər Əliyevin ikinci prezidentlik dövrünə aiddir. 1998-2003. MDB-yə daxil olmamız ümumiyyətlə heç birinə düşmür. Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyü bəli 2001-dir. Azərbaycan Respublikası Konstitusiyasının qəbul olması 95-dir. Əsri müqaviləsi 94-dür. Şimal neft kəmərinin çəkilməsi bu 97-dir. Bəzən Novorossiysk vermir, elə şimal verir. 97, qərb desə 99, Bakı Subsa. 20-ci əsrin 90-cı illərin sonlarında Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında saziş Türkiyədə, İstanbulda 5, Y variantı 58. 58, 7, 59. 20-ci əsrin 90-cı illərinin sonlarında İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilib Bakıda. 3, 59, D variantı 60. Heydər Əliyevin birinci prezidentlik dövrü 1993 və 1998. SSR-nin hərbi əmlakının bölüşdürülməsi haqqında Daşkənd müqaviləsi. Daşkənd müqaviləsi 92-ci ildədir, bunu çıxacam. Gəncənin tarixi adının bərpası 89-dur, 1989. Azərbaycan MDB-yə daxil olması düşmür. Əhalinin sosial müdafiəsi haqqında qanun 94-dür, götürəcəm. Azərbaycan Respublikasının İslam Konferans Təşkilatının üzvlüyü 91-dədir. 60 oldu, D variantı. Yenə birinci prezidentlik dövrü 1993-1998. Avropa Şurası 2001-də ikinciyə düşür. Mübariz İbrahimov milli qəhrəman fəxri adını alır. 2010 İlham Əliyevin dövründə Azərbaycanda ilk bələdiyyə seçkiləri 99-dur, ikinciyə düşür. BMT 92-dir. Böyük İpək yolu konfransı 98-in sentyabrında olduğuna görə birinciyə düşəcək. İkinci prezidentliyə Heydər Əliyev seçilir 98-in oktyabr ayında. 61 oldu, Y variantı. 62, 92-də işğal olunmayıb. Kəlbəcər 93-dür. Laçını, Xocalını çıxıram. Ağdamı. Ağdamda 93-dür. Bunu da çıxacam. Bunu götürəcəm yəni. 3 işğal olunub. 4 işğal olunub. Laçındır. Xocalının ərazisi. 2 Şuşadır. Doğru cavab 1 ilə 5. D variantı 62-də.
63. 92-də işğal olunmayıb. İşğal olunmayıb 92-də. 4. Yenə də Kəlbəcər. Bir də olacaq Füzuli. 1, 4. 63, 1 və 4. QAM təşkilatının üzv olan dövlətləri Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Burada da biz bir görürük hansı dövləti? Moldovanı. 3. C variantı 64. 65. Bakı-Tbilisi-Erzurum qaz kəmərinin inşası başa çatdırıldı. Bu 2007-dir. İlham Əliyevin dövrünə düşür. 3. Heydər Əliyevə düşmür. Neft fondunun təsis olunması 99-dur. Birinci prezident, birinci rəhbərliyə düşmür. İlham Əliyevə də düşmür. Bunlar da çıxıram. Ombudsman Heydər Əliyevin birinci rəhbərliyi yox, ikinci. Bir dəqiqə, birinci prezidentliyi yazıb. Birinci rəhbərliyi ilə birinci prezidentliyi ayıraq. Birinci prezident dövrünə düşmür. İkinciyə düşür ombudsman. 2001-dir çünki. Yalnız 3 olacaq. D variantı 65-də. 65 D variantı yalnız 3. 66. Azərbaycanın Avropa Şurasına daxil olması 2001-dir. Heydər Əliyevin ikinci prezidentlik dövrünə düşür. İlham Əliyevə düşmür. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması bu olacaq İlham Əliyevin dövründə 2006. 1-4 olacaq C variantı 66-da. 67. 20-ci əsrin 40-cı illərin ikinci yarısı Türkiyə, 20-ci əsrin 90-cı illər Azərbaycan Respublikasının tarixi üçün ümumi cəhət Respublika İdarə Üsulunun yaranması 90-cı illəri bizdə 91-də bərpa olacaq, amma Türkiyədə 23-dədir. Yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramının qəbul olunması yoxdur. Dövlət proqramı yoxdur Türkiyədə. Ölkələrin qapalı iqtisadi zona elan olunması qapalı deyil, açıqdır. Ölkə ərazilərinin xarici neft kapitalının daxil olmasına imkan yaranması deyil. Aqrar islahat 45-ci il İsmət İnönünün dövründə, bir də 96-cı ildə Heydər Əliyevin dövründə. 20-ci əsrin sonları Azərbaycan tarixi üçün xarakterikdir. Ceyhan neft kəmərinin istifadəyə verilməsi 2006-da 21-ci əsrdə. Bakı-Batum neft kəmərinin işə salınması. Bakı-Batum neft kəmərinin işə salınması bu dövrdə 20-ci əsr sonlarında Bakı-Batum neft kəməri işə salınmır. Bərpası var Bakı-Batumun AXC dövründə, bir də Azərbaycan SSR dövründə. Türk Dövlətləri Əməkdaşlıq Şurasının İstanbul zirvə görüşü 21-dir bu da. Əsrin müqaviləsinə uyğun çıxarılan neftin Avropa bazarlarına satılması 97-dən olacaq bu. D-ni götürə bilərəm. Qars Dəmir Yolu 2017-dir. 2001. NATO-nun Parlament Assambleyasının asosiasiyalaşdırılmış üzvlüyü 2002-dir. Asan xidmət 12. Qars 17. Konstitusiya dəyişik 2002-dən başlayır. Azərbaycan Avropa Şurasının üzvü olur. Bəli, üzv olur. Türkiyə 45, Azərbaycan 96 yeni torpaq islahatıdır. Konstitusiya yoxdur bu dövrlərdə. Yeni respublikanın qurulması da aid deyil. Bələdiyyə seçkiləri də yoxdur bu dövrdə. BMT-də daxil olmaları Türkiyə 45-də, Azərbaycan 92-də. Azərbaycan ordusunun 92-ci ilin iyun-iyul hərbi əməliyyatı, Elçibəyin əməliyyatı. Beyləqan istiqamət. Beyləqan burada deyil. Beyləqan Heydər Əliyevin dövründədir. Dağlıq Qarabağ ərazisinin bir hissəsi ermənilərdən azad olunub, təmizləndi. Bəli, olar. Cəbrayıl, Füzuli rayonları azad olundu. Yox, Cəbrayıl, Füzuli 93-də işğal olunacaq. Füzuli rayonunun Horadiz qəsəbəsi Heydər Əliyevin dövründədir. Cəbrayıl və Kəlbəcər rayonlarının bəzi kəndlərinin ermənilərin azad olunması yoxdur bu Elçibəydə. 72. Azərbaycan ordusunun 94-cü ilin yanvar hərbi əməliyyatı, yəni Heydər Əliyevin dövrünün əməliyyatı. Hərbi əməliyyatların gedişində ilk dəfə aviasiyadan istifadə olunmuşdu. Yox, ilk dəfə yox. Ağdam rayonunun azad olunması, Ağdam rayonu İkinci Vətən müharibəsindən sonra azad olunacaq. Beyləqan istiqamətində düşmənin hücumunun qarşısı alındı 93-dür bu. Dağlıq Qarabağ ərazisinin böyük bir hissəsi düşməndən təmizlənmədi, yanlışdır. Horadiz qəsəbəsi düşməndən təmizləndi. Qəsəbə olacaq Heydər Əliyevin dövründə, Horadiz kəndi isə İlham Əliyevin dövründə İkinci Vətən müharibəsinin gedişində. 72 oldu Y variantı. 73. 21-ci əsr daxili siyasət, xarici siyasət. Tanap qaz kəmərinin açılış mərasimi 21-ci əsrdədir, 2018-ci ildədir, lakin daxili siyasət deyil. NATO-da daxili siyasət deyil, bunu da çıxıram. Asan xidmət olacaq 2012. C variantı. Xarici siyasət Təbrizdə konsulluğun açılması A. ATƏM-ə qoşulmağımız 92-dir, bunu çıxıram. Konstitusiya məhkəməsinin yaranması bu daxili siyasətdir. 1C2A olacaq. 73 Y variantı. 74. 21-ci əsr daxili siyasət.
İlham Əliyev Aşbanın prezidenti seçilməsi, İlham Əliyevin prezident seçilməsi. Yox, bu daxili siyasət deyil. Çadır şəhərciklərinin ləğvini götürəcəm daxildə. Konstitusiyanın qəbul olunması 21-ci əsr deyil. 21-ci əsr deyil, bunu da çıxıram. 20-ci əsrdir. 1B olacaq. Xarici iqtisadi əlaqələr, siyasət daha doğrusu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin sazişi 2001-də götürəcəm. Heydər Əliyev fondu xarici siyasət deyil. İpək yolunun bərpası 20-ci əsrdə, 21-də deyil, 98-dir çünki. 1B, 2A olacaq 74. A variantı 75. İlham Əliyevin birinci prezidentlik dövrü 2003-2008. NATO-nun sülhnamə tərəfdaşlıq proqramı Heydər Əliyevin birinci prezidentlik dövrünə düşür, 94-dür. Milli valyuta manatının tədavülə buraxılması 92-dir, Elçibəyin dövründədir. Konstitusiya məhkəməsinin yaranması 98, Heydər Əliyevin dövründədir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi 2006-dır. Ölüm cəzasının ləğv olunması Heydər Əliyevin dövrüdür, 98-dir. 75 olacaq D variantı. İlham Əliyevin birinci prezidentlik dövrünə aiddir. Birinci prezidentlik dövrü olacaq 2003-2008. Çadır şəhərciklərinin ləğv olması 2007-dir. Bunu götürəcəm. Novrasiz Şimal neft kəməri 97-dir, Heydər Əliyevin dövrüdür. İpək yolu konfransı 98-dir, Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Sosial müdafiə fondu 94-dir, Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Qadın problemləri də Dövlət Komitəsinin yaranması, Dövlət Komitəsi 98-dir. 76 olacaq A variantı. 77. Xocalı soyqırımını tanıyan ilk dövlətdir. Nüvə silahına malik yeganə müsəlman ölkəsidir. Bu da olacaq 4, yəni Pakistan. D variantı. 78. 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsinə məruz qalıb. Güam təşkilat çərçivəsində Azərbaycan Respublikasının strateji tərəfdarıdır. Gürcüstandır bu. 1. C variantı. 2014-cü ildə ərazisinin bir hissəsi Rusiya tərəfindən ilhaq olunmuşdu. Bəli. Ukrayna. Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlığı var Ukraynada, bəli. 2. D variantı. 1791 ABŞ və 2002 Azərbaycan. Konstitusiya dəyişikliyi bu. SSR bu dövrdə 91-də yoxdur, bunu çıxıram. 2002-də də yoxdur heç. Hərbi çevrilişin baş verməsi yoxdur. Hərbi çevriliş yeni prezident vəzifəsinin yeni prezident tərəfindən idarə edilməyə başlaması 91-ci ildə yox. 2002-də yox. Konstitusiya düzəlişlərinin olunması bəli D variantıdır. İcra edici hakimiyyət sahələri məhdudlaşdırılmır, yox. 80 olacaq D variantı. 81 daha əvvəl Asan Xidmət 2012. İlham Əliyevin ilk dəfə prezident seçilməsi 2003. İlk konstitusiya 95. Avropa Şurasına üzvlüyümüz 2001. Konstitusiya Məhkəməsi 1998. Daha əvvəl deyirsə əgər, daha əvvəl burada C variantını biz görürük. Daha əvvəl Ərzurum qaz kəmərinin istifadəyə verilməsi 2007. Ceyhan istismara verilir 2006. Bakı Qrozno 1983. Əsri müqaviləsi 94. Mehriban Əliyevan birinci vitse-prezidentlik təyin olması 2017. Daha əvvəl 82-də olacaq C variantı. Daha əvvəl NATO-nun sülhnamə tərəfdaşlığı 1994. 21-ci əsrin müqaviləsi 2013. İqtisadi əməkdaşlıq təşkilatının üzvü olmuşuq 92. İpək yol konfransı 98. Güam 97. 83-ün cavabı olacaq bizdə C variantı. 96 torpaq islahatı haqqında qanuna görə kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. Bəli, torpaqlar pulsuz verildi. Milliləşdirilmir, yox. Müəyyən ödəniş müqabilində kəndlər istifadəyə verilir. Ödəniş alınmır, pulsuz. Fermerlərdə müsadirə edilir, yox. Keçmiş kolxoz və safxozların əraziləridir ki, kəndlər arasında pulsuz şəkildə bölünəcək. Bu yanlışdır. Müəyyən müddət kəndlərə icarəyə verilir. Yox, icarəyə verilmir, pulsuz verilir. 84 olacaq A variantı. 85 daha əvvəl Naxçıvan adına Sovet Sosialist söz götürüləcək. 1990-ın noyabrındadır. SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu 1989-dadır. Ölkənin Azərbaycan Respublikası adlanması 91-dədir.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri seçilir 91-in sentyabrında. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı olacaq 1991-də. Daha əvvəl burada olacaq bizdə B variantı. Yenə bu 1990-ın noyabrındadır. Prezident vəzifəsi 1990-ın mayındadır. Yapon yaranması 1992 noyabrdır. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri 93 iyunda. Müstəqilliyin Konstitusiya aktı 1991. 86 olacaq B variantı. Cam 97, Dost Mərkəzi 2019, Təbriz Azərbaycan Konsulluğu 2004, İlham Əliyevin ilk dəfə prezident seçilməsi 2003, Sülhnaməyə tərəfdaşlıq 1994. Görün burada ən əvvəl olan hansı olacaq? Elə ən əvvəl 87-də biz götürərik Y variantını. İlham Əliyevin birinci prezidentliyi dövrü, yəni 2003-2008. Çadır şəhərcilərin ləğv olması 2007. Subsa Heydər Əliyevin dövründədir. Qərb neft kəməri. Asan xidmət 2012-dir. Birinciyə düşmür. Mehriban Əliyevin vitse-prezident olması 2017-dir. Bu da düşmür. Azərbaycan Respublikasının NATO'nun sülhnaməyə tərəfdaşlıq proqramına qoşulması Heydər Əliyevin dövrüdür 94-cü ildə. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərinə aid deyil. Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması haqqında qərar, elə bu qərar veriləcək Türk Dövlətləri Təşkilatının Bursa görüşündə 2022-ci ildə 2023-cü il üçün Şuşa Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Ona görə A variantı yanlışdır elə. İpək yolu 98 olacaq. 96 torpaqdır. Minsk qrupunun yaranması 92. Sülhnaməyə tərəfdaşlıq 94. 89-cun cavabı bizdə A variantı. 90. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illər tarixinə aid deyil. Cuam 97, ATM Minsk qrupu 92. Avropa Şurası 2001-də, ona görə bu deyil. Konstitusiya Məhkəməsi 98, əsrin müqaviləsi 94. Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyət formaları müəyyən olundu. Torpaq haqqında islahatdan sonra torpaq vergisi yox, sosial müdafiə haqqında qanun yox, müdafiə deyil, torpaq islahatı haqqında qanuna görə. Hüquqi İslahatlar Komissiyası yox. Azərbaycan Respublikasında torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. 95-də yox, torpaq islahatıdır. Torpaq islahatı haqqında qanuna görə. 92B. Konstitusiya Məhkəməsi deyil, ticarətin sərbəstləşməsi fərmanı yox, sosial müdafiə haqqında qanunu yox. 92 bizdə B variantıdır. 93. Azərbaycan Respublikasının NATO Parlament Assambleyasının asosiasiyalaşdırılmış üzvlüyünü qəbul edildiyi sammit İstanbulda keçirilib. 4D variantı. 93 olacaq D variantı. 94. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalandığı dövlət da İstanbul, Türkiyədir. 94D-dir. 95. 20-ci əsrin 90-cı illərinin sonları xarici iqtisadi əlaqə. Qars 2017-dir. Naxçıvan sazişi 2009-dur. 1994-dür sülhnaməyə tərəfdaşlıq. Torpaq islahatı 96-dır. Avropa, Qafqaz, Asiya dəhlizinin inkişafı üzrə Bakı bəyannaməsi 98, bəli. 20-ci əsrin 90-cı illərin sonları xarici iqtisadi siyasət. Avropa Şurası 2001-dir. İslam Əməkdaşlıq Təşkilatı İstanbul sammiti. Bunu yadda saxlayın, vacibdir. 2010-cu ildə olub bu İstanbul sammiti. Türkiyə, Azərbaycan və İran arasında. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlər haqqında Şuşa bəyannaməsi. Bu 2021-dir. Avropa, Qafqaz, Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişi. Bəli, bu 98-ci ildədir elə. İpək yolu konfransı. İlk bələdiyyə seçkilər 99-dur. 96 olacaq bizdə D variantı. 97. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsindən əvvəlki dövrə aiddir. Yəni 1991, 18 oktyabrdan əvvəl. Dağlıq Qarabağ statusunun ləğvi bu noyabrda, sonradır. Əvvəl deyir. Prezident vəzifəsi 90-dır, bunu götürəcəm, bu əvvələ düşür. Xocalı soyqırım günü haqqında qərar 94-dür. Sədrət Delocu 92, Daşaltı 92. Statusun ləğv edildiyi ildə, yəni 1991-də
Prezident vəzifəsi 90-dır. Aderafer birləşəcək 90-da. ATƏT ATƏM olacaq ATƏT 94-də. Neft fondu olacaq 99, SSR 91-də. Heydər Əliyevin birinci prezidentliyi, ikinci prezidentliyi. Yapın yaranması 92-də düşmür. Horadiz qəsəbəsi azad olundu, bəli. Kənd İlham Əliyevin dövründədir. İkinci Vətən müharibəsinin gedişində. Qəsəbə isə Heydər Əliyevin dövründə. B-ni götürəcəm. BMT-yə üzv olmağımız 92-də düşmür. 1 sadəcə B variantı. 2. Avropa Şurası 2001-dir. Ombudsman 2001-dir. Bunu da götürəcəm. NATOya daxil olmaz. Azərbaycan NATOya daxil olmayıb. 1B, 2A, B. 99 olacaq A variantı. 1B, 2A, B. Birinci prezidentlik dövrü, ikinci prezidentlik dövrü. Cəbrayıl və Füzuli rayonunun bir sıra məntəqələri azad olundu. Bəli, əməliyyatda azad olunub. Milli Qəhrəman adının təsis olunması 92-dir, düşmür. Konstitusiyanın qəbul olunması 95-dir. Bunu da götürəcəm. A ilə C 1-dədir. İkinci prezidentlik dövrü. Cam 1-dədir, 97. Bakı, Tbilisi, Ceyhan neft kəməri istifadəyə verilməsi bu İlham Əliyevin dövrüdür, 2006. İlk bələdiyyə seçkiləri 99 olduğuna görə götürəcəm. A, C və C. 100 olacaq C variantı. Əliyevin birinci prezidentlik dövrü. Xarici iqtisadi əlaqələr, xarici siyasi əlaqələr. Xarici iqtisadi. Birinci prezident dövrü də 1993-1998-dir. GUAM-ın təşkil olunması xarici iqtisadi əlaqədir. Bəli, A-nı götürəcəm, 97. Bakı, Tbilisi, Ərzurum qaz kəmərinin istifadəyə verilməsi bu 2006-cı ildədir. İlham Əliyevin dövrüdür. Böyük İpək yolu beynəlxalq Bakı konfransı bu da olacaq 98-ci ilin sentyabrındadır. A, C olacaq 1-də. NATO'nun sülhnamə tərəfdaşlıq proqramı siyasi məsələdə 94-dür, bəli. İqtisadi əməkdaşlıq təşkilatına üzv olmuşuq 92-də. BMT-yə daxil olmuşuq 92-də. 1 olacaq A, C, 2A, 101, B variantı. İkinci prezidentlik dövrü 1998 və 2003. Heydər Əliyev ikinci prezidentlik dövrü. Xarici iqtisadi əlaqə. Bakı, Tbilisi, Ceyhan neft kəməri barədə saziş 99-dur. Götürəcəm. Qaz kəmərinin istifadəyə verilməsi Ərzurum 2007-dir. GUAM-ın təşkil olunması 1997-dir. İkinciyə düşmür. 1A. Azərbaycan Avropa Şurasının üzvlüyü 2001-dir. Götürəcəm siyasi əlaqədə. NATO Parlament Assambleyasının üzvlüyü bu da 2002-dir. Bunu da götürəcəm. ATM üzv olmuşuq 92-də. 1A-dır, 2A-B-dir. 102 olacaq Y variantı. 103. Heydər Əliyev birinci prezidentlik dövrü, ikinci prezidentlik dövrü. Sülhnamə tərəfdaşlıq 1-ə düşür. İlk bələdiyyə seçkiləri 2-dədir, 99-da. Sosial müdafiə haqqında qanunun qəbul olunması 94-də düşür 1-ə. İkinci rəhbərlik dövrü, GUAM-ın təşkil olunması GUAM 97-1-dədir. Ərzurum qaz kəməri çəkilməsi ilə bağlı saziş 2001-dir. İpək yolu 1-də qaldı, 98-in sentyabrıdır. 1AC, 2B, 1AC, 2B, 103 olacaq B variantı. Birinci prezidentlik dövrü, ikinci prezidentlik dövrü Heydər Əliyevin. Müdafiə haqqında qanun 1993-ün noyabrındadır. Müdafiə Şurası 90-ın yanvarında, Müdafiə Nazirliyi 91-in sentyabrında, Müdafiə haqqında qanun 93 noyabrında, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə. A-nı götürəcəm. ATƏT-in Minsk qrupu həmsədrlər təsisat 94-də yaranıb. Bunu da götürəcəm. Azərbaycan Respublikasının dövlət bayrağı təsdiq olunub. Bayrağın təsdiq olunması 91-in fevralındadır. Şimal Novrosisk kəməri ikinciyə düşür. İkinciyə düşürmü? Yox, düşmür. 97-dir bu şimal. Tbilisi Ceyhan ixrac kəməri sazişi bu düşəcək 99-dur. Torpaq birincidədir. A, B, B. 104 olacaq B variantı. 105. Lisabon sammiti keçirildiyi il Azərbaycan Respublikasında 1996-cı ildə Lisabon sammiti görüşünün yerini soruşsa xəritədə, bu da Portuqaliyadır. Ölüm hökmü ləğv olub 98, Konstitusiya 95, Konstitusiya məhkəməsi 98, Senzura 98, torpaq islahatı Y variantı. 20-ci əsrin 90-cı illərinə aid buraxılmış ifadə. Budapeşt sammiti, Lisabon, İstanbul sammiti. ATƏT-in Minsk qrupunun həmsədrləri 94-də yaranıb Budapeştdə. 53 ölkə tərəfindən bizim bütövlüyümüz tanınıb. Bu da olacaq 96-cı ildə, bəli. 99-cu ildə İstanbul sammitində isə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olması bu 2001-dir.
Ceyhanın sazişi burada 99-da bəli. Paris Xartiyasının imzalanması 93-də imzalamışıq Paris Xartiyasının. GUAM-ın yaranması 97, NATO'nun assosiasiyalaşdırılmış üzvlüyü 2002-dir. 106-da olacaq cavabımız B variantı. 107. Heydər Əliyevin Azərbaycana birinci, ikinci rəhbərlik dövrü. Birinci rəhbərlik deyirsə, bu 1969-1982-dir. İkinci olacaq 1993-1998. Ümumi cəhət istəyir. Müstəqil parlamentin fəaliyyətə başlaması. Müstəqil parlamentin fəaliyyətə başlaması bu ikincidədir, birincidə deyil. Xarici ölkələrlə neft müqaviləsinin imzalanması ikincidədir, birincidə deyil. Avropa dövlətləri tərəfindən ölkənin müstəqilliyi tanınıb. Bu da ikincidədir. Müstəqilliyin tanınması da ikincidə var, birdə yoxdur amma. Milli Azadlıq Hərəkatının geniş vüsət alması, azadlıq hərəkatı bu dövrlərdə yox. Yeni konstitusiyanın qəbul olunması, bəli, birinci rəhbərlik dövründə 78-ci ildə, ikincidə 95-də yeni götürə bilərəm. 107 olacaq bizdə Y variantı. 108 Heydər Əliyevin Azərbaycana birinci, ikinci rəhbərlik dövrünə aid ümumi cəhət. Yenə birinci rəhbərlik deyirsə 1969-dan 1982-yə qədər, ikinci 1993-1998. Ermənilərin ərazi iddialarına qarşı mübarizə əlbəttə ki, A variantıdır. ABŞ ilə geniş diplomatik əlaqələrin saxlanması, ABŞ ilə əlaqələr ikinci rəhbərlikdə var, amma geniş deyil bu da. Xarici ölkələrdə Azərbaycan səfirliklərinin açılması. Səfirliyin açılması ikincidə var, birdə yoxdur amma. Neft maşın qayırma sahəsində ölkənin dünyada birinci yerdə olması yox, deyil. Milli valyutanın tədavülə buraxılması. Milli valyuta nə birinciyə, nə ikinciyə aiddir. Milli valyuta Elçibəyin dövründə tədavülə buraxılıb. Heydər Əliyevin dövründə manat yeganə ödəniş vasitəsidir. Ona görə 108 olacaq A variantı. 109. Doğru cavab. Hadisə 2016-cı il aprel döyüşlərində ordumuzun parlaq qələbəsi, bir neçə rayon mərkəzi yox. Rayon mərkəzi işğaldan azad olmayıb. Yüksəkliklər var orada, strateji məntəqələr var, amma rayon mərkəzi yoxdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası başa çatdırıldı. 2006. Azərbaycan qazı Azərbaycan qara qızılının Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxarılması Rusiya yox, Türkiyə vasitəsilə B yanlışdır, A da yanlışdır. Torpaq islahatı haqqında qanun xüsusi torpaq mülkiyyət formasının ləğv olunması yox, yaranır, ləğv olunmur. Yerli özündarə orqanlarının yaranmasına hazırlıq Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 99-da keçirilir, düzdür bu. Azərbaycan Respublikasının konstitusiyasının qəbulu 95-dir, milli valyuta manatın dövrəyə buraxılması 92. D variantı 109 D-dir. 110. Daha sonra Ceyhanın sazişi deyirsə 1999. İlham Əliyev ilk dəfə prezident 2003. Ölüm cəzası 1998. Konstitusiya Məhkəməsinin təşkil olunur 1998. Qadın problemləri dövlət proqramının qəbul olması 1998. 110-da bizim cavabımız olacaq. Daha əvvəl deyirsə, daha sonra deyir, yox, daha sonra deyir. B variantı. 111. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla əməkdaşlığı. ATƏT. Minsk qrupu həmsədrlər təsisatı yaranıb, bəli, 94-də. Azərbaycanın təklifi ilə Türkiyə Minsk qrupunun həmsədr ölkəsinə çevrilir, yox. Həmsədr ölkə Amerikadır, Rusiyadır, Fransadır. 93-cü ilin sentyabrında təşkilata üzv olmuşuq, yox, 92-də olmuşuq. Demək olacaq nə? Birdə sadəcə A variantı. NATO Bakı bəyannaməsinin qəbul olunması. Bakı bəyannaməsi 1998-ci ilin sentyabrındadır. Konfransdadır. Bu da yəni NATO ilə əlaqəli deyil. Proqramın həyata keçirilməsində Avropa İttifaqının önəmli rolu var. NATO ilə bağlı deyil. Təşkilatın sülhnaməyə tərəfdaşlıq proqramına qoşulmuşuq, amma B doğrudur. Burada nə var? 92-də təşkilata üzv olmuşuq, NATO-ya üzv olmamışıq, yox. 1A olacaq, 2B olacaq. BMT təşkilatının parlament assambleyasının assosiativ üzv qəbul olmuşuq, yox. Respublikanın daxil olduğu ilk beynəlxalq təşkilat İslam konfransıdır, bu da deyil. 92 martın ikisi bu doğrudur. Nə oldu cavabımız bizim? A, B və C. A, B, C 111 də
oldu C variantı. 112. Azərbaycan Respublikası Azərbaycan SSR-dən fərqli olaraq Dağlıq Qarabağlı ərazi mübahisəsi ikisində də olub. Rusiyanın xam mal bazası və satış bazarına çevrilmişdi. Əlbəttə ki, yanlışdır. Qərbi Azərbaycandan Azərbaycanlıların sürgün edilməsinin qarşısını almışdı. Yox. Qarşısı alına bilmir. Neft sənayesinin inkişaf etdirilməsini diqqət etmişdi. İkisi də diqqət edib. Müstəqilliyin dünya dövlətləri tərəfindən tanınmasına nail olmuşdu. 1-ci Respublika ilə 3-cü Respublika. Y variantı. 112 olacaq Y variantı. 113. 12 noyabr 95. Konstitusiya, parlament seçkiləri, bələdiyyə 99, prezident seçkilərinin keçirilməsi 95-də yoxdur. Konstitusiya məhkəməsi 98. 1-2, 113. 113-ün cavabı 1-2. 114, 98, Güam 97, Heydər Əliyev ikinci dəfə prezident seçilir 98, MDB 93, MDB-nin yaranması deyir 91, Türksoy 93, Azərbaycanda Konstitusiya Məhkəməsi 98, 2, 5, 114-də. 115, 20-ci əsrin 90-cı illəri, Xocalı faciəsi 92, 1, qaz kəmərinin istifadəyə verilməsi 2007-də Erzurum, 21-ci əsrdir. Ombudsman olacaq, yox ombudsman olmayacaq, 2001-dir bu da. Türk-Dili Dövlətlər Əməkdaşlıq Şurasının yaranması 2012. MDB daxil olmağımız 93, 1, 5, 115-in cavabı. 116, 20-ci əsrin 90-cı illəri. MDB daxil olması Azərbaycan 1, 93. Ombudsman 2001. Ceyhanın sazişi 99. İstanbul Zirvə görüşü 2021. Türk Dövlətlər Əməkdaşlıq Şurasının Böyük Pey Yolu Beynəlxalq Bakı Konfransı 98. Bunu da götürəcəm. 1, 3, 5, 116, 1, 3, 5, 117, 92-ci il aid deyil. Şuşa aiddir. Milli Qurtuluş günü kimi daxil olması tariximiz 15 iyunun 97-ci ildən etibarən. 93-cü il 15 iyun Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi bizim tariximizdə Milli Qurtuluş kimi tanınır. Milli Qurtuluş günü kimi. 2-ni götürəcəm 92-yə aid deyil. Daşyan müqaviləsinə əsasən SSR-nin hərbi əmlakı bölüşdürülərkən Azərbaycana müəyyən qədər silah veriləcək. Bu 92-yə aiddir. Elçibəy 92-də prezident seçiləcək. Bişkek protokol 94-dür. 2 və 5 olacaq 117-nin cavabı. 2, 5. 118. 91-ci ildə baş vermiş hadisələri müəyyən edirik. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilir 91-də. SSR süqut edir 91-də. Prezident vəzifəsi 90-dır. MDB 93-də daxil olmuşuq. 1 və 2, 118-in cavabı 1 və 2. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəlki dövrə aid olanları müəyyən edir. Yəni 91-18 oktyabrdan əvvəl. Azərbaycan Respublikasının konstitusiyasının qəbul olunması sonradır. Muxtar Vilayətə Xüsusi İdarə Komitəsinin yaranması bu 1989-da əvvəldir bu. 2. MDB daxil olmuşuq sonra 93-də. 9-7-ci düzəliş 92-dir. Qubadlı ermənilər tərəfindən işğal olunur 93-də. SSR-in adını dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması. Bu da 91 fevralında olduğuna görə altında götürəcəm. 2 və 6, 119-da. 120. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən əvvəlki dövrə aid olanları müəyyən edirik. Yəni 91-18 oktyabrdan əvvəl. Prezident vəzifəsi 90-ın mayındadır. Himn sonradır. BMT üzvlüyümüz sonradır. Xocalı faciəsi sonradır. Üçrəngli bayraq 5, 91 fevralı. Şuşa sonradır 92-ci ildədir. 121, 5. 21. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa ediləndən sonra baş verən dəyişikliklər. İndi sonra 91-18 oktyabrdan sonra manatın tədavülə buraxılması Elçibəyin dövründə 1. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunur 90-ın noyabrındadır. Demokratik parlament seçkiləri olacaq, bəli. 95-də. Bakıda Sovet qoşununun qırğın törətməsi 90-dır. 1 və 3, 121-də bizim cavabımız. Dövlət müstəqilliyi bərpa ediləndən sonra Milli Qəhrəman adı 92-ci martındadır 1. Bu 2.90-dadır noyabrda. TQTK 92-dir. Götürəcəm TQTK-nı və bu olacaq Elçibəyin dövründə. Prezident vəzifəsinin təsis olunması 90-dır. 90-da götürməyəcəm. 1 və 3 dövlət müstəqilliyinin bərpasından sonra baş verən hadisələr.
Xalq Cümhuriyyəti ilə Azərbaycan Respublikasının fəaliyyətində oxşarlıq. Xarici şirkətlər neft müqaviləsinin bağlanması bu hər üç respublikanın ortaq cəhətidir. Yadda saxlayın. 1. Prezident vəzifəsi AXC-də yoxdur. Konstitusiya yoxdur. Parlament fəaliyyət göstərib ikisində də bəli. Neft sənayesi milliləşməyib. 1 və 4. 123-də 1, 4. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Respublikası ortaq cəhət Naxçıvan statusuna dair beynəlxalq müqavilənin imzalanması yoxdur, yox. 1 yanlışdır. Beynəlxalq müqavilələr olacaq. 2-ci Respublikada Avropa Şurası ilə əməkdaşlıq edilməsi, Avropa Şurası ilə əməkdaşlığın olunması Azərbaycan Respublikası AXC-də deyil. Neftin satışı ilə bağlı tədbirlər ikisində də var. Milli ordu ikisində də var. Konstitusiya AXC-də yoxdur. 124 bizdə olacaq. 3 və 4. Yenə də ortaq cəhət milli valyutanın dövrəyə buraxılması, manat və Bakı bonu. Prezident vəzifəsinin təsis olunması AXC-də prezident vəzifəsi yoxdur. Əlavə dəyişikliklər Konstitusiya ümumiyyətlə AXC-də yoxdur. Diplomatik nümayəndəlik olacaq. Neftin milliləşməsi yoxdur. 1 və 4, 125-də. Xocalın işğal etməklə ermənilərin məqsədi Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlük qazanmaq 100%. Naxçıvanla bağlı məsələ deyil. Dağlıq Qarabağda yerləşən əsas silah bazası yox. Regionda yeganə mülki hava limanı, bəli, 1 və 4 hava limanı malik olan mühüm kommunikasiya mərkəzinin ələ keçirilməsi. 126 olacaq, 1 və 4. 127. Verilənlərin hər ikisinin aid olduğu dövlətlər Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlət Türkiyədir. 4. Qarabağ uğruna vətən müharibəsində Azərbaycana dəstək nümayiş etdirmişdi. Elə Türkiyədə, Pakistanda. 3-ü də götürəcəm. 4, 3 və 4. Olacaq 3 və 4. 1-ci və 3-cü Respublika dövrünə aid ümumi cəhət. 1-ci və 3-cü. Ərazi iddiaları 1, Konstitusiya yoxdur 1-də. Neft sazişi 3, Osmanlı dövləti 3-cü Respublikada yoxdur. Türkiyə Respublikasıdır. 1 və 3, 128-də. 129, 91-ə aid olmasın. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası, Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputat seçilməsi bu aid deyil elə bu. Çünki 90-ın sentyabrındadır 1. Qanlı yanvar 90-dadır 2. Statusun ləğvi 91 noyabr aiddir bu. İslama üzv olmuşuq 91-də. 1 ilə 2 aid deyil 129-da. 93 aid olması. MDB 93-dədir. Gerb 93-də Elçi bəyin dövründə. Heydər Əliyev 2-ci dəfə Azərbaycan Respublikası prezidenti seçiləcək. 2-ci dəfə yox, 1-ci dəfə seçiləcək. 3 yanlışdır. İqtisadi əməkdaşlıq təşkilatının üzv olmuşuq 92-də. 3 və 4. Burada aid olmayacaq bizə. Eyni ilə aiddir. Dövlət himni 92, SSR-nin varlığına son 91, BMT üzvü 92, Konstitusiyanın qəbulu 95. Burada 1 ilə 3-dür ortaq cəhət 131-də. 1 və 3 eyni il MDB-yə daxil olmuşuq 93-də. Vilayətin statusunun ləğv olması 91-in noyabrındadır. Dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə 91 avqustunda, İpək yolu 98-də. Çox güman ki, burada 2 və 3 oldu cavab. 2 və 3. 132, 2 və 3. 90-da baş verənlər. Azərbaycanda prezident vəzifəsi 90-dadır. ADR aferi 90-da birləşir. Azərbaycan müstəqilliyinin Rumıniya tərəfindən tanınması 91-dir. BMT-nin baş məclisinin Fələstinin bölünməsi bu 47-dir. 1 və 2. Fələstinin bölünməsinə dair qərar. 133, 1 və 2. 34, 2006. Ceyhanın istifadəyə verilməsi. Saziş 99, istifadəyə verilməsi 2006. İlham Əliyevin ABŞ rəsmi səfəri olub. 2006-da olub, 2 olacaq. Torpaq islahatı 96-da, Ombudsman 2001. İlham Əliyevin 1-ci prezidentliyi 2003-2008. Qaz kəmərinin istifadəyə verilməsi 2007-1. Subsa Heydər Əliyevdədir. İpək yolu Heydər Əliyevin 1-ci prezidentlik dövrünə düşür. Çadır şəhərcikləri 2007-də ləğv olub, bu olacaq 1 və 4. 90-cı illərin birinci yarısı, yəni 1990-1994. Qərbi Azərbaycan torpaqlarının Azərbaycanlıların kütləvi deportasiyasının sonuncu mərhələsi 91-də başlayır, 1 olacaq. Yəni 91-ə başa çatır. Ölkənin Azərbaycan Respublikası adlandırılması
Bu da olacaq 91-ci ildə. Prezident seçkilərinin keçirilməsi bu da olacaq 91-də. Yenidən qurma aşkarlıq 80-ci illərdir. İlk dəfə olaraq çox mandatlı sistem əsasında xalq deputatlar seçkiləri 89-dadır. 1, 2, 3, 136-da. 90-cı illərin əvvəlləri xarici dövlətlər diplomatik əlaqələrin saxlanması olar. Ölkənin Azərbaycan Respublikası adlanması 91-dədir, bəli, olar. Yeni konstitusiya 95-də ortalarıdır. Dövlət müstəqilliyinin bərpa olunması əvvəli 91-də. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Qarabağ bəyannaməsini qəbul etməsi bu 2024-cü ilin iyulundadır. Deməli, bizim bəyannamələrimizi bir də xatırlayaq. Qarabağ bəyannaməsi 2024-ün iyulundadır. Şuşa bəyannaməsi 2021-in iyunundadır. Moskva bəyannaməsi 2022-nin fevralındadır. Bakı bəyannaməsi 1998-ci ilin sentyabrındadır. 137-nin cavabı oldu 1, 2, 4. 38. Azərbaycanın 20-ci əsrin 90-cı illərinin ortalarında hüquqi dövlət quruculuğu üçün səciyyəvi. Konstitusiya məhkəməsinin yaranması 98-dir, sonu da ortası deyil. Konstitusiyanın qəbulu 95-də ortasıdır. İlk prezident seçkilərinin həyata keçirilməsi 90-cı illərin ortalarında, yox, yanlışdır. İlk prezident seçkiləri olacaq 91-ci ildə. Ölkənin Azərbaycan Respublikası adlandırılması Azərbaycan Respublikası bu 91-ci ildir. Parlament seçkilərinin keçirilməsi 95 olduğuna görə 2, 5. 138-in cavabı 2 və 5. 20-ci əsrin 90-cı illərinin sonları hüquqi dövlət quruculuğu. Ölüm cəzası olacaq 98-dir. Himn 92-dir. Konstitusiyanın qəbulu 95-də ortalarıdır. Gerb 93-dür. Konstitusiya məhkəməsi 98. 1 və 5-i götürəcəm buradan. 1, 5. Heydər Əliyevin birinci prezidentlik dövrünə aid sosial-iqtisadi tədbir. Torpaq qanunu 1 olacaq 96-da. Konstitusiyanın qəbul olması sosial-iqtisadi məsələ deyil, quruculuqdur. Əsrin müqaviləsini götürəcəm. Bəli, 94-cü sentyabrında. Bələdiyyə seçkiləri quruculuqdur. 1 və 3. Sosial-iqtisadi məsələ. 140-da olacaq. 1 və 3. 141. Birinci prezidentlik dövrü sosial-iqtisadi məsələ. Sosial Müdafiə Fondunun yaranması 94.1. Konstitusiya məhkəməsi də quruculuqdur. Parlament seçkiləri quruculuqdur. Kənd sakinlərinə pulsuz torpağın verilməsi bu torpaq islahatı 96. 4 də götürəcəm. 141 olacaq bizdə 1 və 4. 20-ci əsrin 90-cı illəri 21-ci əsrin ilk 10 illiyi. Ümumi cəhət. Ombudsman təsisatı 21-ci əsrdə. Əlavə düzəlişlər 21-ci əsrdə başlayır. Neftin xarici bazarlara çıxarılması üçün neft kəmərlərinin istifadəyə verilməsi, bəli, 90-cı illərdə də var, 21-ci əsrin ilk 10 illiyində də var. 3. Heydər Əliyevin prezident seçilməsi 90-cı illərdə, 21-ci əsrdə yoxdur. Beynəlxalq təşkilatların üzvlüyünə qəbul olmuşuq, bəli. 3 və 5 olacaq doğru cavabımız. Beynəlxalq təşkilatlar və neftin xarici bazarlara çıxarılması üçün neft kəmərlərinin istifadəyə verilməsi. 43. 90-cı illər 21-ci əsrin ilk 10 illiyi. Avropa Şurası 21-ci əsrdir. Təşkilatlara üzvlüyümüz ortaq cəhətdir. Əlavə düzəlişlər 21-ci əsrdir. Türkiyə ilə əlaqə hər ikisində var. 2 və 4 olacaq. 4. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələr üçün xarakterik cəhətlər. Xarici iqtisadi əlaqə. QUAM-ın yaranması 97-dir, xarici iqtisadi əlaqədir. NATO-nun sülhnaməyə tərəfdaşlıq proqramına 94-də qoşulmuşuq, amma bu siyasi əlaqədir. Azərbaycan qazının dünya bazarına Bakı, Tbilisi, Ərzurum qaz kəməri vasitəsilə tranziti, nəqli və satış haqqında saziş bu 2001-də 21-ci əsrdir. 1 olacaq buradan. Avropa Qafqaz Asiya nəqliyyat dəhlizi layihəsi. Bu 98-in sentyabrıdır və xarici iqtisadi əlaqədir. 4. Avropa Şurasına tam hüquqlu üzv olmağımız bu 2001-dir və siyasi əlaqədir. 1 və 4. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri üçün xarakterik cəhətlər. Azərbaycan neftinin dünya bazarına ən qısa və strateji yolla çıxarılmasının təmin olunması. Bu Ceyhan'da 2006'dır. Gürcüstanla iqtisadi sahədə əməkdaşlıq QUAM-dır ki, Avropanı Asiya ilə birləşdirən Bakı, Tbilisi, Qars 2017'dir.
Şimal neft kəməri 97, Novorosiski 4-ü götürəcəm. Azərbaycan qazının dünya bazarına tranziti, nəqli və satışı haqqında Gürcüstanla saziş 2001-dədir. Ona görə 2 və 4-ü mən cavab olaraq götürəcəm. 2 və 4 145-in cavabı. 146 Heydər Əliyevin birinci prezidentlik dövrü iqtisadi sahədə görülən tədbir 1993-1998. Konstitusiyanın qəbulu quruculuq sahəsidir. Qars Dəmir Yolu İlham Əliyevin dövrünə aiddir 2017. Torpaq islahatı 96, sosial müdafiə 94, xam neftin Bakı, Tbilisi, Ceyhan ixrac boru kəməri və nəql edilməsi haqqında saziş 99-da ikinciyə düşür. 3 və 4. Birinci prezidentlik dövrü Heydər Əliyevin Füzuli rayonunun bir sıra yaşayış məntəqələrinin düşmənin azad olunması 94-cü ilin əməliyyatındadır. Ombudsman təsisatının yaranması haqqında Konstitusiya qanunu 2001-ci ildə bu ikinci prezidentlik dövrünə düşür. Bir də bir şey yadda saxlayın ki, bəzən ombudsman yazmır, insan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanunu nə zaman qəbul olunub belə yazır. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olması 95-dir götürəcəm. Bələdiyyə seçkiləri 99-u bu 2-yə düşür. 147 olacaq 1 və 3. 148. Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Torpaq islahatı haqqında qanun 96 aiddir. Parlament seçkiləri 95 aiddir. Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər 2002-dir. İlk bələdiyyə 99-dur. 1 və 2. Xalq Cümhuriyyəti Azərbaycan Respublikasının oxşar cəhəti. Prezident idarə üsulu Azərbaycan Respublikasında var, AXC-də yoxdur. Konstitusiya yoxdur. Bir sıra dövlətlər tərəfindən müstəqilliklərin tanınması ikisinin ortaq cəhətidir. Ərazi bütövlüyünü qoruyub saxlanması uğrunda mübarizəni ikisi də aparıb. Azərbaycan neftinin ixracı ilə əlaqədar tədbirlərin görülməsi, neftin ixracı ilə bağlı tədbirlərin görülməsi ikisində də bu var. 149 olacaq, 3, 4 və 5. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonraki dövr 91-18 oktyabrdan sonra Qərbi Azərbaycandan Azərbaycanlıların deportasiyası başlayır. Başlaması deyirsə, başlaması 1948-də başlayır. 48-53-cü illər birinci deportasiyadır. İkinci deportasiya 88-91-ci ildə. Amma başlaması deyirsə bu 48-dən götürüləcək. Separatçı qüvvələrin fəaliyyətinin qarşısı alınması bəli alınıb. Gəncə şəhərin tarixi adının bərpası 89 əvvəldir. Üçrəngli bayrağın ilk dəfə dövlət bayrağı kimi təsdiq olunması 91 fevraldadır. Amma müstəqillik 91 oktyabrda bərpa olunduğuna görə 4-ü çıxacam. Himn 92-dir. 2 və 5. 2 və 5 olacaq bizim deməli 150-nin cavabı. 151. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan dövlətlər. 91-də müstəqilliyi tanıyan dövlətlərdən burada Pakistanı görürəm, İranı görürəm 1 və 4. 51 oldu 1 və 4. 52 İlham Əliyevin birinci prezidentlik dövrünə aiddir. Yəni 2003-2008. Erzurum qaz kəmərinin istifadəyə verilməsi 2007-dir 1. Asan xidmət 2012-də çıxıram. Respublikada olan bütün çadır şəhərcilə 2007-dir 3. 21-ci əsr müqaviləsi 2013. 152 olacaq bizdə 1 və 3. Türkiyə Respublika elan olunacaq 1923. Azərbaycan Xalq Cümhuriyyəti yaranacaq 1918. Almanya Demokratik Respublika ADR yaranacaq 1949. SSR dağılacaq 1991. 2, 1, 3, 4. 153-də. Senzura 1998. Torpaq 1996. Şuraya üzv olmuş 2001. İlk dəfə İlham Əliyev prezident seçilir 2003. Olacaq 2, 1, 3, 4. 2, 1, 3, 4. Avropa Şurasına üzv olmuşuq 2001. İslam Konferansına 91. Camda 97. 2, 3, 1. 155'də. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991-in oktyabrında. Muxtar vilayətin statusu 91-in noyabrında ləğv olur. Müstəqil Dövlətlər Birliyi 93-də, 91-də yaranır Müstəqil Dövlətlər Birliyi dekabrda. Ona görə nə etməliyik biz birinci növbədə? Birinci növbədə 1-i götürərik, oktyabrdadır. Sonra status ləğv olur noyabrda 2 və 3 dekabrda. 1, 2, 3, 156-nın cavabı. 1, 2, 3. Azərbaycan Respublikasının qoşulmama hərəkatına tam hüquqlu üzv olması 2011.
Türkli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranır 2012-də. Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı olacaq 2021-də. 1, 2 və 3 olacaq 157-nin cavabı. Xocalı faciəsi 1992, BMT üzv olmağımız 92 martı, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu 95, MDB 93, BMT üzv olmağımız 1-ci Xocalı faciəsini götürür fevral, sonra BMT mart, 4 və 3. 1, 2, 4, 3, 158-də. ATM Minsk qrupunun yaranması 1992-dir. Həmsədrlər təsisatı 94. Cəbrayıl rayonunun erməni tərəfindən işğal olunması 93. Sosial Müdafiə Fondu 94. Konstitusiya 1995. 1, 2, 3, 4 olacaq. Elə 159-un cavabı. 1, 2, 3, 4. Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi. Bu olacaq 1993-ün iyununda. Konstitusiya aktı müstəqilliyin 91-dir. Vilayətin ləğv olunması 1991-dədir. Konstitusiya Məhkəməsi 1998. Birinci müstəqillikdir. Sonra statusun ləğv olunmasıdır. Heydər Əliyevin Ali Sovet sədri seçilməsidir. Konstitusiya Məhkəməsinin yaranmasıdır. 2, 3, 1, 4. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri seçiləcək. Ali Sovet yoxdur, artıq məclis adlanacaq. 90 noyabrında. Bu 91-dədir. 91-in sentyabrında. Akt 91-in oktyabrındadır. BMT üzvlüyümüz 92-dədir. ATM üzv olmağımız 92-dədir. Burada nə olacaq? Birinci növbədə. Sentyabrdadır 1, oktyabr 2, BMT martdadır 3, ATM-də iyuldadır 4. 1, 2, 3, 4, 161-də. 1, 2, 3, 4. Azərbaycanda prezident idarə üsulunun tətbiq olunması 1991-ci ildə tətbiq olunub. Suverenlik haqqında Konstitusiya qanunu 1989. Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasının prezidenti olacaq 93. İlk dəfə bələdiyyə seçkiləri 99. 1, 3, yox bir dəqiqə üzr istəyirəm. 2, 1, 3, 4. 162, 1, 3, 4. 163. Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması 1995. Birləşmiş Millətlər Təşkilatına daxil olmağımız 92. Horadizin azad olunması, Horadiz əməliyyatı. Bu 1994. İlk dəfə Heydər Əliyev prezident seçiləcək. Bu da 1993. Doğru cavab 2, 4, 3, 1. 2, 4, 3, 1. Azərbaycanlı prezident vəzifəsi yaranır 90-da. Akt olacaq 91-də. Status ləğv olacaq 91-də. Dövlət Neft Fondu 99-da. Birinci olacaq nə? Akt qəbul olunacaq, sonra status ləğv olacaq noyabrda. 2, 3, yox bir dəqiqə. 90-da var imiş, 90-ı görmədim. 1, 2, 3 və 4. 164, 1, 2, 3, 4. Azərbaycanın ATM üzv olması 92-dir, MDB 93-dür, Bişkek 94-dür, Konstitusiya 95, elə 1, 2, 3, 4. 165-də. Heydər Əliyev ikinci dəfə prezident seçiləcək 98-də, Konstitusiya 95-də, Akt 91-də, BMT qəbul olur 92-də. Deməli, burada 3, 4, 2, 1. ATM qəbul olduq 92, Konstitusiya Məhkəməsi 98, əsir müqaviləsi 94, Akt 91, 4, 1, 3, 2. 4, 1, 3, 2. Avropa Şurası 2001, BMT 92, MDB 93, İslam 91. Olacaq 4, 2, 3, 1. 168, 4, 2, 3, 1. İlham Əliyev ilk dəfə prezident seçilir 2003. Konstitusiya Məhkəməsi 98, manat tədavülə buraxılır 92,
BMT üzvlük 92. Buradan nə olacaq? Birinci BMT idi, martdadır 4. Milli valyutanın tədavülə buraxılması avqustdur 3, 4, 3, 2, 1. 169 olacaq 4, 3, 2, 1. Heydər Əliyev 2-ci dəfə prezident seçilir 98-də. Sülhnaməyə tərəfdaşlıq 94-də. Avropa Şurası 2001-də. Konstitusiya 95-də. 2, 4, 1, 3. İlham Əliyev ilk dəfə prezident seçilir 2003. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlüyümüz 92-də. TANAP-ın açılışı Eskişehir'də bu 2018. GUAM adlanacaq təşkilat yaranır 97-də. Deməli 2, 4, 1, 3. MDB-yə daxil oluruq 93-də. SSR-in adını dəyişdirilib Azərbaycan Respublikası olacaq. Azərbaycan SSR adını dəyişdirir 91-də. Konstitusiya 95-dir. Foradiz əməliyyatı 94-dür. 2, 1, 4, 3. 2, 1, 4, 3. Prezident vəzifəsi 90-da təsis olunacaq. Konstitusiya Məhkəməsi 98. İslam Həmrəylik oyunları 4-cü 2017. Dövlət himni 92. 173-də 1, 4, 2, 3. MDB üzvlüyümüz 93, gerbimiz 93. ATƏT-in Lissabon zirvə görüşünün keçirilməsi 96, GUAM 97. Birinci gerbimiz olacaq. Birinci gerbimiz olacaq. Sonra MDB üzvlüyümüz 2, 1, 3, 4. 174, 2, 1, 3, 4. Suverenlik haqqında Konstitusiya qanunu 1989'dur. Birinci Avropa oyunları 2015, SSR-nin dağılması 1991, Konstitusiya aktı 1991. Deməli burada cavabımız olacaq oktyabrda akt qəbul olunacaq, 4, SSR dağılacaq, 3, 1, 2. 4, 3, 1, 2. Bir də baxım. Yox, burada 89'u yenə də görmədim. 1 olacaq, 1. Sonra akt 1, 4, 3, 2. İlk dəfə prezident vəzifəsinin təsis olunması 1990-da. Statusun ləğvi 91-də. Suverenlik haqqında Konstitusiya qanunu 1989. Azərbaycan Respublikası adlanır 91 fevralda. Birinci burada nə olacaq? 3, 1, 3, 1. Fevral 91'in fevral 4'tü. Statusu noyabrdadır da. 3, 1, 4, 2. 176'da. 177. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Şuşa bəyannaməsi 2021'in iyununda. Türk Dövlətlər Təşkilatının dövlət başçılarının Qarabağ bəyannaməsini qəbul etməsi 2024'ün iyulunda. Moskva bəyannaməsi 2022'nin fevralında. Türk dilli ölkələrin dövlət başçıları Naxçıvan sadisi 2009'da burada yoxdur. Türk dilli dövlətlərin əməkdaşlıq şurasının yaranması 2012'də da burada yoxdur. İlk dost mərkəzi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019'da. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə seçilməsi 2011'də seçilib. Türkiyə ilə Azərbaycan arasında Bakı şəhərində strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi bu 2010'dur. Azərbaycan Respublikasının qoşulmama hərəkatına üzvlük 2011'dən başlayır. İslam Əməkdaşlıq Təşkilatının İstanbul'da sammitinin keçirilməsi. İstanbul sammiti 2021'də, o da burada yoxdur. 1C2A 3BD. Prezident İlham Əliyevin Cenevrədə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakı 2003'dür. İlk rəsmi səfəri. Şuşa şəhərində Dünya Azərbaycanlıların 5-ci qurultayı 22'dədir. Şuşa ilindən sonra Heydər Əliyev Fondu 2004'dədir. Zəngilan Ağalı kəndində müasir texnologiyalara təhsis olunmuş yeni məktəb 2022-ci ildədir. İlham Əliyevin Avropa Şurası vitse-prezidenti büro üzvü olması. Bu da olacaq deməli
vitse-prezident büro üzvü olması. Bu da 2003-cü ildədir. 179-da 1 olacaq AY, 2 BD, 3 C. 2023 12 14 Heydərliyev mərkəzinin inşası 12-dir. Heydərliyev mərkəzi müasir Azərbaycan memarlığının da rəmzidir. Simvol alov güllələridir, rəmzi isə Heydərliyev mərkəzidir. Heydər məscidi olacaq 14-də. Füzulidə Özbəkistan və Azərbaycan dostluğunun rəmzi Uluqbəy məktəbi olacaq 23-də. Dövlət Bayraq meydanı 10-dur. İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olması 97-dir. 1C, 2A, 3B. Əməliyyatlar, azad olunan şəhərlər. 92 Elçibəyin əməliyyatı, 94-də Heydərliyevin. Yazın bura 1 və 2. Ağdərə rayonu. Ağdərə rayonu 1992 iyuldadır və Elçibəyin əməliyyatına düşür. Xankəndi heç birinə aid deyil. Kəlbəcər şəhəri. Kəlbəcər şəhəri də azad olunmayıb. Nə 92, nə 94-də. Kəlbəcər 93-də işğal olunub. 2-ci Vətən müharibəsindən sonra geri qayıdır. Laçın rayonu. Laçın rayonunda aid deyil. Laçın rayonunda 2-ci Vətən müharibəsindən sonra işğaldan azad olunacaq. Laçın şəhər mərkəzi isə 2022-ci ildə. Horadiz qəsəbəsi 94-ün yanvarına düşür. 1A, 2Y.